Salam aleyküm değerli izleyicilerimiz. İmişli rayonunda yol kənarında deməli Kupçalı obyekt yeri satışa çıxıb. 12 sotdur dostlar. Bir də ətraflı çək ki, izah eləyərəm. Deməli İmişlidən gələndə, İmişli rayonundan gələndə mal bazarını keçirsən, Sultan Muradlı kəndi məktəbin düz kənarındadır, yaxınlığındadır. Bu yolda gedir deməli motelə. Moteldən gələndə yolun solunda, rayondan gələndə yolun sağındadır. Yerimiz buradan çək. Dostlar, sənətimiz çıxarışdır, Kupçadır. Yəqin ki, bilənlər biləcək, deməli, yolun zolağından 25 metrədən sonra, təbii ki, sənə rəsmi sənət verilir. Yəni, yolun zolağından 25 metrəyə qədər ora, yəni, tikili tikmək icazə deyil. Yəni, 25 metrədən sonra tikili tikə bilərsiniz. Yəni, yerdə qalan belə 25 metrə yenə də buran kimi sayılır. Yəni, parkov və filan eləməyə normaldır. Deməli, sənət 12 sotdur. Yol boyu, belə deyək, 50 metrə yaxındır. 50 metrədən bəlkə çoxdur. Yəni, dəqiq ölçünü bilmədik. Haradasa 40 metrədən çoxdur da, belə deyək. Haradasa deyək ki, 50-nin, belə deyək, 20 neçəyə. Bir dənə yolda çək ətraflı. Deməli, dostlar, qiymət 17.000 manatdır. Yəni, sənətimiz çıxarışdır. 12 sotdur, yol boyu, yenə deyirəm, 50 metrəyə yaxındır. Qiymət 17.000 manatdır. Əlaqə saxlamaq üçün dostlar, səhifədə nömrəmiz var, inşallah əlaqə saxlaya bilərsiniz.